Hər birinizi xoş gördük, hər birinizi ürəkdən salamlayıram. Bugün biz babamın papağı, nənəmin Kəlağayısı kitabının təqdimatına yığılmışıq. Kitabın redaktoru Vaqif Osmanlıdır. Biz bu nənələrimizin ruhunu sevindirdik. Kəlağayımızı Respublika səviyyəsində, beynəlxalq səviyyədə təbliğ etdik. Çox çətinliklərdən keçərək, əyani təbliğ etdik, uzaqdan uzağa təbliğ etdik. Özümüzdə göstərə bildik, ədəbiyyata gətirə bildik və bu qədər ədəbiyyat yarada bildik. Araşdırdıq, axtardıq və bu yolda nəyəsə nail ola bildik, sevindik. Və düşündük ki, bu babalarımızın ruhunu da sevindirək. Kəlağayımızdan uzaqlaşmışdıq, sağ olsun, xanımlarımızın birliyindən, Kəlağayı sevgisindən bugünümüzə qaytara bildik, yüzümüzə qaytara bildik. Və əziz Azərbaycan kişilərindən mən incimiyim, papamızdan da uzaqlaşmışıq. İnşallah gələcək nəsillərə çatdırmaq üçün, sevdirmək üçün siz də bir vasitəçi olmalısınız. Tədbirdən öncə vətənimizin bütünlüyü, azadlığı, suverenliyi uğrunda qanundan, canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqə sükutla yad edək. Allah şəhidlərimizə rəhmət etsin. Xoşlar, görəbilirsiniz Azərbaycan şəhid Zaur İsmailzadənin anası iştirak edir və təşəkkür edirəm ki, balasını vətən uğrunda qurban verir və vətən sağ olsun deyir və tədbirlərimizdə iştirak edir. Vətənimizin ağ gününə əl çalır. Yəni bu elə adi bir his deyil. Ona da insanda bir cürət istəyir, ürəkdə təpər istəyir. Dözüm, güc istəyir ki, gəlsin bu tədbirlərdə iştirak edəsin. Şimdi bugünkü tədbirimiz bizim sazlı musiqili deyil, ancaq elə tədbirlər var ki, onlar bəlkə onlara qulaq asa bilmir. Ancaq onlar gedirlər, orada dinləyirlər, qulaq asırlar. Ona görə də mən bütün şəhid analarının qarşısında dönə-dönə baş əyirəm və bütün millətimiz, xalqımız sizin qarşınızda baş əyir. Şəhidlərimizin ruhu şad olsun. Dövlətimin səsləndirilsin. Özü danışacaq və siz məktəbdən oxuyacaqsınız. Hamınızı salamlayıram. Əlbəttə ki, bizim Güllü xanımı tanıyırdım, tədbirlərdən tanıyırdım, amma Güllü xanımı bilavasitə Kəlağayı ilə əlaqədar olan kitabla mənə
sifariş verdi ki yazmalısan ve ben riyaziyyatçıyam, neftçiyim, ben elimde materyal olmadan yaza bilmərəm ve ananın kitaplarından geçtim ve gördüm ki 143 defa Kəlağay'dan yazıb o. Müxtəlif rənglərindən, bağlanma üsulundan, müxtəlif kitablarında. Və papaq söhbəti çıxanda yenidən həmin üsulla mən kitablara 25 kitaba müraciət elədim. 40 səhifədən çox material, ona görə insaflı olub 12 səhifəsini saxlamışam. 40 səhifədən çox material topladım. Onu da saklayayım lazım. Onlardan, ama burada Wikipedia'dan verildi. Hardasa 8-9 papaq növündən danışır. Ananın əsərlərində 42 növ papaqdan danışır. Eləcə də Əziz ana əsərlərində 277 dəfə papaq söhbətin danışır. Tək papağı bir örtü kimi, kişi örtüyü kimi yox, o papağı bir qeyrət rəmzi kimi. Məsəl üçün, bir idiomalardan, söz birləşmələrdən istifadə edir, başı papaqlı. Hə, o evdə başı papaqlı yoxdur. Yəni ki, bir kişi yoxdur. Yəni, o kişi ilə evliləşdirilən bir sözdür. Bir sıra başqa yerlərdə də çox gözəl nümunələr verir. Bilirsiniz ki, Əziz Cəfərzadə 5-ci əsrdən 20-ci əsr daxil tarixi romanlar yazıb, 14 əsr tarixi romanları da əks elətdirməyə. Ona görə ki, deyirdi ki, bizim tarix Moskvada Petrovskinin əli ilə yazılır, sonra bizə nə məsləhət bilsələr onu göndərirlər və biz ondan. Ona görə Əziz ana burada əlbəttə ki, çox mürəkkəb dövrdən keçib. 20-ci, 21-ci ildə anadan olub, o şapka daloy, çadıra daloy filandan keçmiş bir adamdır. Yəni bunları bilavasitə yaşayıb görmüş adamdır. Hətta Kəlağayı haqqında ananın öz xatirələrində bir şey var ki, Yazıçılar İttifaqına gəlmişdim, başımda Kəlağayı var idi, cavan qız idim. O şapka daloy deyənlər, oxumatar deyənlərdən hansısa biri deyib ki, əgər sənin başına bu Kəlağayını örtürən o babaların qəbrini tapıb, onların sümüklərini çıxardıb yandırardı. Yəni bu cür. Amma vaxt keçir, Əbləsən, Aləmdə səsim var mənim kitabını görür, birinci hissəsini. Çox da sevinir, çünki ananın ilk qələm uğurları, ilk dəfə əsərini çap elətdirən bilavasitə Əbləsən olmuş. Çəkir qıram, və bizim Kəlağaydan niyə yazmamsa, deyir, Əbləsən mənim ikinci hissədədir. Doğrudan da onlar var. Və mən şadam ki, biz indi də papaqlarımız haqqında. Çünki biz kənara gedəndə bir Kəlağayı ucuz tapılmışsa, bilirlər ki, aha, Azərbaycan. Amma biz başqa bir millətin yanında olanda, əgər bizim bir papağımız da olsa bilirlər ki, biz Azərbaycanlıyıq. Başqa cürü bizim o identifikasiyam. Elə Sovet dövrü, Sovet adamı terminin yaradanlar ona çalışırdılar ki, bizim olan qalan tariximizi 5 dəfə, 3 dəfə bir kök dəyişməklə, 2-3 dəfə də redaksiya eləməklə əlifbanı cəmisi 60 ilə bizim başımıza o ili gəlirlər ki, bizim keçmişimizi oxuyabilirik. Mən burada kitablar gətirmişdim ki, Güllü xanıma hədiyyə edeyim son dövrün. Əziz ananın son kitabı, Aləmdə səsim var. Hamınız deyəsiz ki, oxumuşam, amma bu xam əsəridir. Buradan kəsilmiş hissələr var ki, çox önəmli Rus məsələsi ilə əlaqədar bu o kitab. Pərvanə Bayramın Seyyid Həmzə Nigarədən olan bir monoqrafiyasıdır. Bunu istəmişdir. 2 dənə musiqidən olan kitabdır. Biri rəhmətli Gülhüseyn Kazımlının haqqında. Bu isə sabah 60 illiyini qeyd edəcəyimiz xalq artisti Zabit Nəbizadə haqqında yanvardan işlədiyim bir kitabdır. Bilmirəm bunu vermişdim yoxsa yox. Tacir Səmimiyə yazdırdırdığım ki, bunu sən yazmasan kim yazacaq? Bu da bir cavan uşaqdır. Təzkirə-i Nafisi 23-cü ildə biz çap eləyəndə Xəqanidən başlamışdıq 12-ci əsrdən. Bu əsrdən də Əruzda gözəl qəzəlləri olan 9-cu sinif şagirdi idi və bu il o qutarır məktəbi və onun belə bir şeir, əslində qalın idi, özü ixtisazat elədi, belə bir kitaba gəldi. Bunu da sonra oxuyarsınız, özünüz bilərsiniz. Oldu, çox sağ olun.
2 dənə olmur amma. Solmaz xanım. Veririm. Hacı Mahmud Əfəndi ziyarətgahə görə. Siz verirsiniz, mən sizə sonra veririm. Təşəkkür edirəm, çox sağ olun. Var olun, həmişə bizim təşkilat yaranan gündən Turan müəllim bizimlə bərabər bu yolda çalışmadadır. İndi isə Sazlı Sözlü Borçarı Məclisinin sədri yaradılığıya verirəm. Ancaq mən bitirdim nəyəsə. Bilirəm, hamınızı xoş gördük. Bugün gözəl bir məclisdə toplaşmışıq. Güllü xanımın rəhbərliyi ilə işıq üzü görmüş babamın papağı, nənəmin kəlayəsi kitabına təqdimat mərasimidir. Bu mərasimə gələnlərin hər birinə mən də Güllü xanıma qoşulub hamınıza təşəkkürümü bildirirəm ki, belə bir tarixdə qalan bir dənə kitabın təqdimatına toplaşmışıq. Düzdür, yerimiz az olsa da, balaca olsa da, könüllərimiz böyükdür, gələnlər çoxdur. Əlbəttə belə bir kitab təqdimatı məclisi böyük bir zalda keçirsək daha yaxşı olardı. O da ki, imkan yoxdur. Bunu da təşkil edənləri, bu yeri təklif edənlərə də təşəkkürümüzü bildiririk. Çox sağ olsunlar. Güllü xanımın əməyini heç kəs inkar edə bilməz, nə də onu inkar edilməyə dəyməz. Çünki bu kitabın ərsəyə gəlməsini mən bilirəm ki, o kitabın toplantısı, şeirləri, yazıları, hər bir müəllifə müraciəti, onların gözləməsi, yəni bu sistemdə mən də çox əziyyətlər çəkmişəm, bilirəm ki, bir kitabı ərsəyə gətirmək üçün nə qədər dəyərli vaxtı itirirsə. Ancaq sizin dəyəriniz həqiqətən də dəyərlidir. Bu yaddaşlarda qalandır, tarixdə qalandır, vətənimizdə qalandır. Yəni bu babamın papağı, nənəmin kəlayəsi babaların qüruru, namusunu və qadınlarımızın kəlayəsini işıq üzü görməsi vasitəsilə bir daha təkrar o papa gündəmə gəlir. Aşıq, deyilməsə, şair, mən deyərəm, məndən də yaxşı yazır, şeylərini oxuyuram. Oradan da heyran qalırım, rəngin gözəlliyini o şeylərində görürəm. Maraqlı burasıdır ki, hamıdan oxuyur, o şeylərini oxumur. Mən də həmişə deyirəm, Solmaz xanım, şeylərimizdən də oxuyur. Çox sağ olsun ki, Mirvarid Dilbazi Poeziya Məclisinin hər tədbirində iştirak edir. Bizim böyük layihələrimizdə uzaq yollar edib gəlir, məndən əziyyət çəkir. Həm sənəti nümayiş elətdirir. Sənətindən əlavə də mən deyərdim ki, Solmaz xanım bir insanlıq nümayiş elətdirir, məni bu yolda tək qoymur. Bir dənə əlavə eləyim, dedi şeirləri, anam vaxtında 2003-cü ildə çap elətdirimiz Azərbaycan aşıqlı şair qadınlar kitabı. İndi mən o kitab əsasında Azərbaycan aşıq yaratımının tərqibi şəkilli kitab edirəm. Solmaz xanım orada var orada, bəli, ora daxil edirəm onu da. Nə gözəl. Özdə mənim məzlərim bu arada onu da deyim ki, Solmaz xanımın bu il 70 illik yubileyidir. Bəli, başdan gəlin təbrik edirəm. Özünün və özü haqqında yazılan kitabı işinizi görəcək, çalışır, hazırlaşır, zəhmət çəkir. Deyəcəm bu yaşda, deyəcəksin, mən nə yaşdayam ki? Valla gecenin çıxanda yaxşı qalır, 31 yaşındayım. Ürəyimizin təfərdən günahçısı, sizi təbrik edirəm. Və bir də sevindirici haldır ki, Azərbaycanda ildə bir dəfə Milli Kitabxananın təqvim kitabı çıxır. Orada şəhidlərimizin yubiley yaşları qeyd olunur və belə ictimai xadimlərinin, sənət adamlarının və Fərman Musayeva da həmin kitabda yer alıb, Solmaz xanım da yer alıbdır. Yəni bu bizim üçün böyük fəxr. Təşəkkür ederim. Hamınızı salamlayıram, gözəl xanımlar, bəylər, var olun. Mən xətrinizə çatdırım, bəzi bilənlər bilir,
hamımızın dönə-dönə üzr istəyirəm. Mən gəlin gedərkən mənim qaynanam mənə bir kalağay bağışlayıb. Deyib ki, öz gəlinli kalağayımdır. Sandığını açıb, oradan bağışlayıb kalağay mənə. Və mən elə bir yerə gəlin getmişəm ki, orada qaynata ilə danışmağa icazə vermirdilər, yanında çörək yeyə bilməzdim. Düşünün ki, oxuyan biri gedib belə bir ailəyə düşübdür. Qaynatam Allah rəhmət eləsin, gözəl insanıdır, müəllim idi. Televizorda o vaxt mən Naxçıvan Filarmoniyasında işləyirdim, onlara gəlin gedən vaxtı. Mənim oxumağıma baxdı, dedi ki, çox gözəl oxursun, amma dedi, daha yetər dedi. Artıq ailə qurmusan dedi. Məktəbdə bağların o üzü məktəbi də çəpərdən keçib gelirdilər. Mən dedi, Əziz müəllimlə danışacağım, sən nəğmə müəlliməsi ol, burada işdəkinə getmə. Amma mən də oxumasam ürəyim partlayar, ölərəm. İndi də bu yaşımda da məni bir gün qoymasalar oxumağa, inanın ki, bəlkə də ölərəm. Nəysə, heç nə demədim, sakit danışa bilmirəm, cavab verə bilmərəm, olmaz ixtiyar verilmir. Nəsə, gəldik Bakıya, Bakıda mən konsert verəsi oldu. İslam Rıza'nın ansamblinə daxil olanda konsertdə mən başıma həmin kalağayını bağladım. Kalağayını bağladım, getdim rayona sonra. Gedəndə dedi, yox, kalağayla oxursansa icazə veririk. Ona icazə verirlər. Və nəhayət ki, mən 84-cü il Aşqar 4-cü qurultayına qarışanda orada mən həmin kalağayla çıxış elədim və bugün mən o kalağayını Türkiyə kimi saxlayırdım. Çünki qaynanasından verilən bir kalağay idi. Mən onu Güllü xanıma müzey yarananda hədiyyə elədim, sevə-sevə. Mən çox şadam ki, bu heyətin içindəyəm və bugün onun yeni çapdan çıxmış babamın papağı, nənəmin kalağayısı doğrudan da bizim keçmişimizə döndərir. Mənim babamın da gözəl buxara papaqları olur, karakulçadan dikilər, rəngli, hər geyimə uyğun, hər məsələ uyğun papaqları olur. Bəli, papaq bizim namusumuz, qeyrətimizdir. Kalağay bizim qadınlarımızın isməti, arı namusudur. Mən bütün qadınlara arzu edərəm ki, bunu bir gündəmə salaq. Yəni, harasa gedəndə, məclislərə gedəndə kalağay ördək gedək. Nə bilim, bizim babalarımızın davamçısı olaraq bizim gözəl kişilərimiz, əsl kişi oğlu kişi Azərbaycandadır, Türkdədir. Yəni, Türk dilli xalqların hamısında olmuşam. Valla bizim kişilərdə olan qeyrətin bir beləsi başqasında yoxdur. Ən qeyrətli kişilər Azərbaycandadır, ən qeyrətli namuslu qadınlar da Azərbaycandadır. Bugün bəzən baxırıq ki, bəzilərini görürük, mən onlara şübhə ilə yanaşıram. Onların qanları tam deyil, qarışıqları var. Ona görə açılırlar, dökülürlər, saçılırlar. Mən bir şeydə xatırınıza çatdırım ki, 8-ci sinifdə özümə ilk dəfə bir paltar tikdim. Onun üçün kuklalarıma tikirdim. Kemana tikmişdim paltarı. Sevə-sevə də atamın gəldim yanında belə postu göstərdim ki, baba, bax necə qəşək tikmişəm. Qəşək tikmişəm, gördüm, soyun gət bir əl işinə də baxın. Onlara hər həftə bir qoç kəsirdi buynuzundan, bıçaq düzəldirdi dəstəyi. Onu belə bölürdü şeyə. İnanın Allaha, buradan saldı, belə cır, axıra qədər getdi paltar. Belə yaşlılar burada qaldı. Dedi ki, ananın belə paltarı var, dedim yox, dedi, qadının onun altı göstərməz. Bu günə qədər də səhnədə mənə heç vaxt soyunmayan müğənni kimi deyirlər. O da mənim üçün böyük fəxrdir ki, mən heç vaxt kemamı geyinib, səhnədə xalq arasında çıxış eləməmişəm. Atamın onun nəsiyyəti mənim qulağımda sırğa olubdur. Hamınızı bağrıma basıb öpürəm, Gülü xan, sənə uğurlar arzu verəm. Çoxları təbliğ edir, təmsil edir. Ona da sevinirəm, o etsinlər. Nə qədər çox olsa o qədər gözəldir. Amma o müzey səndədir. Var ol, yaşa, sən kalağaya gedək. Nə qədər ömrü verilibsə də o qədər də yaşayacaqsan. Həyatda bəzi insanlar doğum tarixindən ölüm tarixi bəlli olur. Sizi kimi insanlar, şəhidlərimizin tək bir doğum tarixi olur. Ölüm tarixi olmur. Sən o simalardan, o fərqlərdənsən ki, sən öləndən sonra da, bəlkə də mən də öləndən sonra yaşayacaq bir insanlarıq. Şəhidlərimiz də heç zaman ölmür, hər zaman yaşayırlar. Allah təmin gəlin şəhidlərimizə rəhmət eləsin. Bizlərdə var baxdır. Dışında əyrətli yolusu çox üzürüz. Sahil çünki mənə demir ki, sən orada çıxış edəcəksin. Ekspromdan gələn sözləri var o Gülü xan. Sən aşıq salmazsan yetişdin ada. Özün bir dünyasan qoca dünyada. Güllü evləri da salarsan yada. 70 illik ki bu deyil aşın. Mübarəkdir, əməkdar aşı, şöhrətin olubdur, elə car aşı. 25-də Beynəlxalq Muğam Mərkəzində Nazirliyin təşəbbüsü ilə Aşıqlar Birliyi
Mirvari Dilbazi Poeziya evi və Qazaxeyəcəm müştərək təşkilindən konsertim oradadır. Hamınızı dəvət edirəm ona gəlir. İnşallah. Qərarə verin. Heç kəsin içməsi və belə gələrik. Arada kişilərin uzaqçıqlara da söz verərik. Çox sağ olun Güllü xanım. Mən ancaq sizə təşəkkür edə bilərəm. Mən gerçəkdən Solmaz xanımın sözünün qüvvəti uşaq vaxtı bir nənəmi görmüşəm, Kəlağaylı. Anama da gəlinliyində Kəlağaylı görməmişəm. Xalamın yaşlı əri vardı, biz baba deyirdik ona, çox yaşlı kişiydi, Qələndər kişi deyirik, adı da qalıb yanımıza. Ora papaq qoyursunsa, belə tüklü. Onun qarasından onun papağı var, deyə xoşuma gəlirdi. Hər gedən orada aşağı qaçırdım, papağını verir, papağı ver başıma qoyub, ver daha şeytan, ver papaq. Sizə uğurlar arzu edirəm Güllü xanım. Həqiqətən də ağır bir yükün altındasınız. Sizə bu yolda uğurlar arzu edirəm. Təşəkkür edirəm. Bugün QHT rəhbərləri burada iştirak edir. Mənim əziz bacılarım, Dünya xanım, Hicran xanım, Mehriban xanım. Elə ki, sizi də işləyik. Siz də var olun ki, bu qədər qayğıların içində vaxtdan gəlmişsiniz. Xoşdur, yəni bu günləri sizin hər şey tədbirlər yüksək səviyyədə keçir. Babamın papağı, bəli. Biz əvvəllər də, yəni Sovet dövründə də görmüşdük ki, həmin o papaqları ki siz qoyuyorsunuz oraya, onları görmüşük. Amma çox iyi olunmur. Elə biz Dünya xanım, Kəlağaylı uşaqlar, elə gözəl istifadə edib sevirək. Hə, uşaqlar. Uşaqlar üzərində. İndi düzdür məktəblərdə onu çox gözəl məktəblərdə onu təbliğ eləyirlər. Hə, təbliğ paltalında Kəlağaylıdan gəlir. İcra xanım, buyurun mənim əzizim. İcra xanımla biz yol yoldaşı olmuşuq Sabirabadda. Naxtalanda gidiyorum. Hə, Sabirabadda. Güllü xanım, bütün əməkdaşları burada salamlayıram. Sizi mən Naxtalanda gözəl insanlığınızı gördüm. Doğrudan da sizin gözəl işlərinizi görürəm, mən fəxr edirəm, qürur duyuram ki, doğrudan da bizim gözəl xanımlarımızın gözəl işləri var. Həyata keçirdiyi gözəl əməlləri var. Mən sizə çox sağ ol deyirəm ki, siz məni bura kitab təqdimatına dəvət etdiyinizə görə sizə minnətdarlığımı bildirirəm. Hər zaman sizin adınız yüksəklərdən gəlsin. Bütün işləriniz nəinki Azərbaycan. Mənim rəhmətli atam 21-ci ildə dünyasını dəyişib, professor Ələm Babayev, ölənləriz beşik. Elə bir sübut olaraq da Güllü xanımın başına dönərəm, sənin üçün deyirəm bu sözü. Mən papağa görə deyirəm, papağa görə, bax görür. Bax, mən onu sənə növbət, bundan qabaqki çıxışlamışım, atam papaq qoyur. Bax, həmin şəkildir. Bax, ölənə qədər rəhmətli bu papaq başında idi, aydın ki, yay fəslində yox, qış fəslində. Hər zaman papaqda gəzibdir. Yəni, sübut olaraq deyirəm hər kəsə. Yəni, papaq həmişə sevilib, nəslimiz. Azərbaycan varsa bu Kəlağayımız, papağımız həmişə başlarda olacaq. Təbii ki, bunlar arasında. Biz də bu kitabları hamısını araya-arsaya gətiririk və Mədəniyyət Nazirliyinə, Prezident Administrasiyasına bu kitablar təqdim olunur və senzuradan keçirilir. Ondan sonra biz bu kitabları bölgələrdə keçirə bilirik və bu kitabda hər şeir gedə bilməz. Hansı şeirdirsə, Bakı müəllimi ona razılıq verir. Hansı şeirdə bu kitabda bilməz. Ona görə də Azərbaycan televiziyasına bizə zəng elədilər, dedilər ki, biz bu kitabı gəlib çəkmək istəyirik və sağ olsunlar, gəldilər, çəkdilər. Başqar mənim, zəhmət olsa da onu boşun 1-2 dəqiqə, mən ondan sonra yenə davam edirəm. Mən ilk dəfə Bakıya gələndə Güləman xanım mənə dəstəkləyir, necə dəstəkləyir? Danışmaq istəmirdim, utanırdım, şeirimi göstərirdim. Deyirdi ki, ay qız deyil, çoxlarından yaxşı yazırsan. Yəni, mənim həyat yolumda doğrudan bir yaşlı işi olubdur. Gənclərimiz bu qədər dolu, bu qədər zəngin. Zəlifə Yaqub bir şeiri var, deyir, 35 yaşında el ağsaqqalı, 60 yaşında kişilər gördüm. Yəni, bu yaşınızda çox sağ olun ki, milli dəyərlərimizi bu qədər, mən bilmirəm, siz onu görürsünüz, yoxsa oxuyursunuz, o qədər önə gətirdiniz ki, keçmişi mən heyran qaldım. Var olun, sağ olun. Elə bunun özü bir kişilikdir. Eşq olsun, minnətdaram sizə mənim əzizlərim. Sevdə Səfərli, mənim əzizim. Canım ürəyim Güllü xanım. Buyurun. Çox üzr istəyirəm hamınızdan. Buyurun.
Zakir müəllim dedi, dövlətimizə də, millətimizə də hamısına eşq olsun, prezidentimizə də mən də deyirəm Güllüyə eşq olsun, Güllü xanıma eşq olsun. Mənim atamın 90 illiyi idi, mən axıra kimi bilirsən ki, oturanım. Amma Biz əvvəlimizdən təbrik edirəm, çox sağ ol. Bəlkə yıllar buradan elə gələyək. Aynı ikisi də hazırlığa gedirəm, aynı ikisi də. Çox sağ ol. Yəni doğrudan da hər Siz eşidək, çox sağ olun. Deyir əzizim Göyçəmənə, şeyh düşdük Göyçəmənə. Ələsgəri çağırdım, səs verdi Göyçəmənə. Əziz və hörmətli Birvarət Gülbazi Payızlı İctimai Birliyinin üzvləri, onun ətrafında yarışan insanlar, hər birinizi salamlayır, hər birinizə can sağlığı arzu edirəm və Güllü xanıma daim dəstək olmanızı arzu edirəm. Güllü xanım həqiqətən böyük və məsuliyyətli bir işin altına çəkdiyinlərini verirdi və uzun müddət mən izləyirəm. Bir neçə dəfə də söhbətlərimiz olubdur, telefon söhbətlərimiz olubdur. Həqiqətən böyük məsuliyyətli, böyük işdir. Milli mənəvi dəyərlərimizin qorunması, təbliğ olunması sahəsində təqdirə layiq bir işdir. Güllü xanıma mən uğurlar arzu edirəm. Güllü xanımın işi davamlı olsun, onun ətrafındakiler isə onu tək buraxmasın, yardımçılar olsunlar. Sağ olun, hər birinizə səmimi minnətdarım. Mənim bir gözəl şeiri bu kitabda yer alıbdır. Təşəkkür edirəm, çox sağ olun bu qədər diqqət üçün. Sevil xanım, buyurun mənim əzizlərim. Can, qurban sən, nədir bu, nə gətirsən mənə qurban sənə, nə inirsən, nə əziyyəcəm Çox sağ olun. Onlarda belə bir mədəniyyət var. Gəlirəm payı mütləq açıq göstərməlidirlər. Mənə də özümdən asılı oradan keçib deyəsən düz eləmədim. Açdım, baxdım, istədim göstərəm. Ancaq o nəsə göstəriləsi deyil. Çox sağ olun, təşəkkür edirəm. Var olun. Güzel bacım, bizden. Vallahi ehtiyac yoxdur, xəcalət elədiniz mənə. Bugün sen en sevimli günündü, ben böyle olarak gelmişim. Bilirəm canım mən, bilirəm canım mən. En güzel hanımlar burada oturublar, bizim cəmiyyətdən də qızlar oturublar. Çox sağ olsunlar, öpürəm onu. Siz qoçaq, qəhrəman qadınsınız. Bu tərif üçün demirəm, həqiqətən. Həmişə mən yazıram da sizə, ləyiqli qadınsınız. Çox qadınlarımız sizə baxıb sizdən nümunə götürsünlər, abur ismətdə. Başa düşünə dedim, gözəl xanım. Təbrik edirəm. Minnətdarım. Babamın babağı, anamın Kəlavayısı, çox sağ olun, var olun. Minnətdarım, canım. Çox sağ olun, minnətdarım. Əzizimiz, dəyərlimiz, bizim Əli müəllim, xoş gəlmişsiniz, xoş gördük. Çox var olun. Həmişə qızı kimi vaxtınızı ayırırsınız, gəlirsiniz. O festivalımızda da gəlmişdiniz, şahid oldunuz. Bugün də gəlmişsiniz, çox minnətdarım. Sizi eşirik. Çox sağ olun Güllü xanım. Bu dəyərə, bu qiymətə görə sizə təşəkkür edirəm. Bütün məclis iştirakçıların hamısını salamlayıram. Çox sağ olsunlar diqqətlərinə görə. Güllü xanım doğrudan da çox böyük iş görürsünüz. Sözün həqiqi mənasında bunu tanımaq, bunu deməmək, bunu hər yerdə təbliğ eləməmək də düzgün deyil. Mən sizin bu işgüzarlığınıza, bu fədakarlığınıza, bu həddən artıq çox çalışmanıza belə heyran qalmışam. Hətta belə deyərdim ki, bir haşiyə çıxım, bu da bir maraqlı haşiyədir. Bu bizim gözəl, çox böyük millət vəkilimiz Qənrə Paşayevin bacısının bir müsahibəsi var idi. Allah rəhmət eləsin. O deyirdi ki, bir dəfə bir nəfər məndən soruşdu ki, mən heç inanmıram ki, Qənrə xanım bu qədər işlər özü görə bilər. Yəni o həm məsul işlər, həm siyasətçidir, həm də ancaq bunun gördüyü işlərin maşrabı o qədər böyük ki, bu inanılması bir şey deyil. Sonra deyir ki, bir dəfə mənə zəng elədi bir nəfər, dedim kimsən, dedi, həmən mən sənə demişdim, Qənrə xanım bu qədər işləri görə bilməz. Biz təhəri ilə Amerikaya gedirdik. Gecə bu 6 saat ərzində mən neçə dəfə yatdım, oyandım, gördüm elə Qənrə xanım nə yatmır, nə yemir, nə üçün, bütün kompüter qabağında səhərə kimi yazdı, oxudu, nə elədi mən başa. Sonra mən başa düşdüm ki, bunun hamısını həqiqətən Qənrə xanım özü görür. İndi biz sizin fəaliyyətinizi görürük, sosial şəbəkələrdə izləyirəm, hər dəfə çalışıram, belə səhifənizə gəlin, baxın, görün nələr var. Doğrudan da çox böyük şey. Bu qədər işləri bir insanın görməyi, gecəsini günüzə qatmağı, çalışmaq doğrudan da böyük fədakarlıqdır. Bu millətimiz üçün, xalqın üçün böyük dəyərsiz. Sözün həqiqi mənasında sizə çox böyük təşəkkür. Siz eyni zamanda təkcə bu fəaliyyətinizlə
Bu papağı təqrib eləməklə deyil, gözəl şairsiz, gözəl publisiz, gözəl natiqsiz, gözəl belə bədii qirayət tutasınız. Oxucusunuz. Oxucusunuz. Necə də kitabları oxuyursunuz. Bəli, bəli, həqiqətən bu işləri bir insan bir yerə sığışdırmaq bir adama çox büyük istirahət, yəni demək istəyirəm. Mənim nənəm birinci sınıfda şeir yazır. Nənəm oxuyur, nənəm toxuyur. Nənəmi iyrəyirəm, nənəm çiçək oxuyur. Belə bir şey yazır. Çox gözəl, həqiqətən. Bu, sizin o Qəmrə xanım haqqında dediyi şeir var, bu Osman Dərviş Əhmədoğlu yazdı. Onu o qədər ürəkdən demişsiniz ki, o yazdığını o qədər əyanı canlandırmışsınız. Adam onu dəfələrlə, hər dəfə gündə istəyir, tapsın, qabağına çıxsın, bir də qulaqsın, bir də qulaqsın. Bu qədər sizdə ürək var, bu qədər canpaşmanlıq var, bu qədər fədakarlıq var. Adam heyran olur valla. Uğurlar arzulayıram. Böyük gələcəkdə gözəl can sağlığı, uğurlarınız, uzun ömür, nə bilim fəaliyyətinizdə daha böyük uğurlar. Çox sağ olun, bir daha təşəkkür edirəm. Həmişə yanınızda olun. Sağ olun, var olun. Genç şairimiz özünü təqdim edeyim. Tevfik Əsər buyursun. Güzel şeyler müəllifi. Aralıq Dənizinin sənədinə qədər bir ərazilərin yazarı məslində bu öz yerində. Mən çıxışıma belə başlamaq istəyirəm ki, Müqəddəs Quranın ilk vərəqindən son vərəqinə qədər 3 sözün hissələrə ayrılmasıdır. Namus, vicdan və ədalət. Papaq namusdur, Kəlağay vicdandır, ədalət isə şairlərimizin və bu kitabda yazdığı, bu gün onun qorunub saxlanmasında və təbliğində olan şeirlərdir, sözlərdir. Mən sizə təşəkkür edirəm Gülü xanım. Ona görə sizə təşəkkür edirəm ki, bir həqiqəti deməli, mən həqiqət şairiyəm, haqq şairiyəm. Bizim natavanları təxminələrə çevrilən bir dövrdə, bir dövr təxminələr yaranan Azərbaycanda yenidən bax bu Kəlağaylar vasitəsilə təzdən dönüş edib bir də natavanlara qayıdış var o Kəlağaylarda. Kəlağaylar, çünki bir kənddə bir hadisə baş verəndə, birinin evi yananda, onlara nəsə imkan, cəmaət yığışı ona əl uzatmayanda və yaxud bir qadının, bir uşağın haqqı əziləndə və yaxud bir yetim döyüləndə bir başqa kənddən eşiləndə deyək ki, o kənddə bir baş papaqlı yox idi mi buna yığışa bir dəstə yolladılar, nə eləyər, pesmekan edirlər. Və yaxud, üzr istəyirəm, bu Kəlağayda o qədər bunu adi parça kimi hansısa vicdanını itirmiş, ləyaqətini, əqidəsini, mənliyini üzr istəyirəm, itirmiş insanlar üçün bu adi parça ola bilər. Ancaq bunun boynunda olan qadının bir boynunda, qadın onun üzərinə örtən zaman heç bir kişi ağzından başındakı papaqdan ar eləyir. Özünün vicdanı, şeytani hissləri olsa da qadın boynuna örtdüyü Sən inanırsan, o üzr istəyirəm, sözü kəsirəm. Bir gün mən tələsirəm axı, gördüm bir maşın saxladı, dedi gəlin oturun. Mən də oturdum. Nəsə maraqlandım, deyir, nə yaxşı saxladınız? Deyir, Kəlağayda gördüm, siz ona görə saxladım. Yoxsa hər qadının yanında maşın saxlamaq olar, deyər, belə falan olur, maşını niyə saxlayırsan? Yəni Kəlağaya hörmətə bir bax. Yerləri, göyləri yaradan Allah bu xalqın ruhunu özünə qaytar. Seçə bilək ağı qaradan Allah gözlər bəsirət gözünə qaytar. Kənardan baxmasın arzular bizə, haram bulaşmasın çörəyimizə. Rəhim, mərhəmət sal ürəyimizə, bizləri səbrə, dözümə qaytar. O nənələr var idi, qara qazanlarda, ocaqla, çırpı ilə 14-15 uşaq yaşadı, pusu qızdırıb, əlində baltar yürüdü. Bizləri səbrə, dözümə qaytar. Quzular mələşsin, qurdunu ulat, dağ aran eləsin yenə el, elat. Buxara papaqlı kişilər yarat, şirin söhbətimə, sözümə qaytar. Parça biçiminə getsin nənələr, dönsün geri xoş sevdalı dönəmlər, köhnə cığırma izimə qaytar. Tofiq həsrət, həsrət, həsrət yazmasın, abır, həya, düz yolunu azmasın. Yeyək əmliyyəti ploy qazmasın, xoş keçən günlərin düzünə qaytar. Ya Rəbbim, ya Rəsulallah, izzəti cəlalına bu xalqın özünü özünə qaytar. Belədir, həmişə düşünür. Mənim öz aləmdə bir gələn şeir yazırdım. Yazırdım. Sonra nəsə o istəyim biraz söndü. Klasikləri oxudum, onların şeirlərini əzbərlədim. Sonra bu Kəlağay məsələsini ortaya qoydum, bu canımı qoydum, ona yalvardım, qurban olum, dərdin ələm, sən Allahı gözəl yaraşır, nədir?
sərgilərdə iştirak elədik. Şuşada ilk Şuşada özündə hamını məcburdan yığırdın, aparırdın, Sumqayıta, məcbur bağla. zorla ki, nə bir müsibətlə axır başa gətirdik. Sonra da sərgilərdə iştirak elədik və sərgidə mən bir xanımla tanış oldum. Deməli, biz ilk dəfə Azərbaycanda rəsmi Kəlağay festivalı keçirdik Xətai rayonunda. Burada iştirak edənlər oldu və bölgələrimizdə Şuşada da oldu. Mənimlə bərabər şəhid bacısı Aybəniz xanım da oldu. Və o da quramaçıdır. O da bizim unudulmuş yaradıcılığımızdır. Xanımlarımızın artıq parçaları israfçılıq olmasına yığırlar, ona döşəkçə düzəldirdilər və o təzə alınan parçalardan daha gözəl düzəldirdi. Və məndə Kəlağayların qırıntıları vardı. Necə yəni, bax bir belə lap balaca, ay Allah mən bunu neyim, kiminsə evində qalıbdı, bir Kəlağay bütün məhv olub bir tərəfə qalıbdı. Və düşündüm bir gün, dedim ki, sizinlə mənim söhbətim var. Dedi, nədir? Dedim ki, bəlkə naxışlarımız itməsin. Bir-birə naxış da gələcək üçün bizə bir qazancdır, bir milli irsdir, bunu saxlamaq üçün. Və saldım zülmə. Dedi ki, bu ipək parçanın üzərində bu necə alınacaqdır, nətər olacaqdır. Ancaq istəyirəm düzəldim və öhdəsindən gəldi. İlk dəfə olaraq bugün sizin o gözəl gözlərinizin qarşısında elə mən də həyəcanla gözləyirəm. Hərdən bir belə hissəsini kəsib göstərir. Ancaq indi bugün gətiribdi. İndi siz görün, o necə əziyyətlə başa gəldi. Onu bu təqib edirsiniz. Bizim xanımlarımız var, yalancı xanımlarımız. Elə bu da ilkdir. Buyurun, çıxış edin, sonra da möcüzəmizi göstərin mənim əziz bacım. Doğrudan möcüzə. Bəli, görürəm. Əvvəldə hamımız dediyi sözlərdir, mən də təkrardan başlasam da ardı öz fikrimdir. Kəlağay ismətimiz, papaq qeyrətimizdir. Kişilərdə ucalıq, oğulda yaraşıqdır. Papaqla Kəlağayı milli sərvətimizdir. Güllü xanımın dediyi kimi köhnə Kəlağaylardan yığdı, topladı, verdi, hardan yığıb, toplayır, yəqin çox yerlərdən əziyyətlə. Neçə ildir yığıram. Mən də çalışdım ki, onu əvvəl burada bir şey fikirləşmişdik, amma işlədikcə gördüm, mən bunu Kəlağaylı, bu da qədim Kəlağaydı deyəsən. Arxasına bir baxın, yəni bunu istifadə eləmək olmaz, buna bir baxın. Bunun arxa fonunda tarixli bir şeydir. Mən də bunun elə kənarını itirmədən içinə yığdım. Kəlağayının içinə yığdım. Bu da Güllü xanımın ideyasıdır. Bir xarı bülbül verə bilərsən burada, onu da tapdım, verdim. Burada bircə xarı bülbül parçadandır. Qalan hamısı Kəlağayı. Kəlağayı istərəm. deməli mənim əzizlərim, baxanda Burcu bir naxış məni ağladı. Mənim anamın gəlinliyidir bu. Həmin o siz dediniz xara parça bax budur. Ortası o qədər istifadə edilmişdi, üzülmüşdü. Mən onu neyləməliydim, örtə bilmirdim. Ancaq götürdüm, göründən gözəl. Bura yaratdım. Onu da çalışdım ki, Kəlağayı formada olsun. Yəni bunu belə yaratmaq o qədər asan deyil. Bu Kəlağayı məhv olub bir gülü qalıbdı, onu bura həkk edib. İğnə vurmaq öz əsas şey. Bəli, iğnə vurmaq o işləmək. Özdə bu Azərbaycanda ilk Kəlağaydan olan quramadır. Bax, bu da bircə bu hissəydi. Ona bir qara var. O da bircə bax, bircə nağızlardan qalıb. O da Fəridə xanımın nənəsinin Kəlağayısıdır. O da məhv olmuşdu. Naxış itib. Yoxdur indi. Biz onu saxladıq, ora gətirdik. Baxırdan axışlardı. Çalışmışıq ki, Kəlağayının müxtəlif. Mən də bunu hələ saymamışam. Gələk sayaydım neçə naxış var, neçə rəng var. Arada sayarıq onu da. İnanırsınız, yalvarıram. Deyirəm ki, Aybəniz, bəlkə nəsə qalıb ki, yenə onları saxlayın. Gələcəkdə yenə onlar bizə lazım olar. İstifadə edərik. Çox sağ olun. Bu da mənim sizin bu qədər çəkdiyiniz əziyyətin ardında mənim hədiyyəm olsun sizə, muzeyə və doğrudan da papaqdır, Kəlağayıdır, bizim sərvətimizdir. Bu da mənim bir xırda işim olsun. Onun bir tərəfi də buradadır. Bax, durana fikir verin. Bax, onu bura bax, bir balaca hissəsinə burası. Qaradan bir hissədir ora. Çünki o da balaca belə qısurlar idi. Çox sağ olun. Urmiyada bir professora qonaq olmuşdu. Azərbaycanlıdılar da. Yoldaşı da Təbrizdəndir. Onlar mənə yorğan vermişlər. Yorğan quramı idi.
Amerika. Yok yok Amerika'da. Yani bu adam saklayıp onu. Güllü xanım muzeyinə yorğan da vermiş. Kızlar bunu böyle çekin böyle ortada koyun böyle görünsün. Çok sağ olun. Elinize sağlık. Bizim bir yol yolculuğumuz da var. Tərlan xanımın 70 illiyini biz Vaqif müəllim, Aygəniz xanım, Tərlan xanım Naxçıvanda qeyd edəcəyik. Elə orada bu kitabların bir arada təqdimatı olacaqdır. Ulu Öndərin canlı əsəri Tərlan kitabının təqdimatı, Vaqif Osmanlı'nın Ulu Öndərə mənəvi borcum Tərlan Musayevanın kitabı və Babamın Papağı Nənəmin Kəlağayısı kitabının təqdimatı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirinin birgə dəstəyi ilə orada silsilə tədbirlər keçirib 5 gün orada olacaq. Bizə uğurlar. Ulu babalarımızın, nənələrimizin yad edib gəlmişik biz. Ona görə yığışmışıq biz. Keçmiş xatirələr deyil bunlar, keçmiş yaşantılardır bunlar. Biz 59-cu ildə evə gəlin gətirəndə, bilirsən, atçılara biz qırmızı kalağı bağlıyorduk, cızırçılar olurdu. Onlar bize xəbər gətirirlər ki, gəlin gəlir, gəlin gəlir. Bax, o günləri Allah bizə qismət edib, biz görmüşük. Gəlinin üstünə də qırmızı örpək salmışıq və gəlin düşəndən sonra, evdə gəlin olandan sonra bir kalağa yatıb, ağzına yemişə yalıbdır. Bax, biz o günləri yaşayırıq, ona görə sənə minnətdaram. Və sənin əməyin, mən onu görüb, yaşamışam həyatda nənələrimdən, anamdan, gəldimizdən, hər kəsdən və bu gün də həqiqətən də sizə çox minnətdaram. Əməyinizi alqışlayıram. Yanınızda ola bilməsəm də özüm bilirsən ki, mənim imkanım yoxdur və hərdən də deyirlər ki, yazmadan... Mən yanında hiss edirəm, siz olmasanız da. Çox sağ olun, olun və deyirlər ki, bir daha yazmayım şeyi, sevgi nəğməsini necə yazmayım. Məgər eşitmirsən könlünə deyil, könlümün səsini necə yazmayım. Vaxtınızı almıram, çox sağ olun, Allah razı Kəlağayı da yazmaq da sizə çox yaraşır. Hərdən deyirlər yaraşır, derim vallahi yaraşmır, yaraşdırıram bir tane. Mən indi sözü Rasim müəllimə vermək istəyirəm. Rasim İmanov, buyurun. İmanov Rasim Sultanoğlu, Ağdam şəhərinə. Bu münasibətlə mən də təbriklərə qoşulub Güllü xanımı təbrik edirəm və arz edirəm ki, bu hadisələr, bu vəziyyətdə işğaldan azad olmuş rayonlarımızın hamısında təbliğ olursun və hamınızdan da xahiş edirəm ki, başda siz olmaq şərtilə biz inşallah yayın axır aylarında Ağdam şəhərinə köçəcəyik. Hamınız heç nədən fikir eləmədən orada hamınızı dəvət edirəm, başda da Güllü xanım olmaq şərtilə. Bütün o nəqliyyat, filan, rəhbərlikdən nə xahiş var, hamısı mən eləyərəm, onların gəlməyi, qayıtmayı, yerləşməyi və əlaxır. Və eyni zamanda bir dənə də təklifim var ki, bu məsələləri, bax bu söhbətləri orta məktəblərdə təbliğ edək. Çünki mən müəllim işləmişəm telefonlarda, institutda və əlaxır. Bu işlərin mən kökün bilirəm. Mən 70-ci ildə universitetdə oxuyanda sizin bu məsələləri mən orada təbliğ edirdim. Bütün papaqlardan evdə varındır. Bütün o qadın geyimləri, baş geyimləri evdə varındır. Hətta mən üzr istəyirəm, nəvələrimə də statusunda da qoyuram, nömrəmi kimsə götürüb baxa bilər. Bax, baxın bir dəqiqə üzr istəyirəm, biraz vaxtınızı aldığıma görə statusum. Bax, bu mənim nəvələrimdən biri, baxın, papaq başında statusunda. Bu isə, bu birisinə baxın, qız nəvəmə. Baxın, statuslarda qoyuram ki, qoy, orta məktəblər, onlar qoy. Mütləq. Bax, nəvələrimdə də bunu təbliğ edirəm ki, mən ay cəmanət, ay evdəkilər və elə. Bir daha vaxtınızı almıram, hamınızı bu münasibətlə təbrik edirəm. İndi təbii ki, burada indi iştirakçıların bir qismətdə yerimizin məhdud olduğunu və eləxərən nəzər alıb. Arzu edirəm ki, daha geniş auditoriyalarda bu məsələləri geniş formada xalqa çıxacaqdır. İnşallah. Sizə çox sağ olun. İlk öncə gəldiniz, çox böyük şərəf verdiniz. Deməli, biz neçə ildir ki, Elm və Təhsil Nazirinin dəstəyi ilə bütün universitetlərdə keçirdik. Naxçıvanda keçirdik universitetlərdə və Naxçıvanın ümumi təhsil məktəblərində.
Elm və Təhsil Nazirliyi Naxçıvana çox böyük dəstək oldu. Maşın verdi, oranın əməkdaşını verdi. Getdi orada o qədər belə möhtəşəm keçirdilər ki, elə bir el bayramı. Bir var evdə bir toy ola, oğlunuzun qızının toyudur. Bu bir ailənin sevincidir. Təsəvvür edin ki, bax bu Kəlağayı bayramı elə bir elin sevincidir, vətənin sevincidir. Nə qədər dəyərlərimiz önə gəlir. İnanırsınız, bu Kəlağayı bayramının keçirilməsi ideyasını mən vermişəm. 2019-cu ildə Aşıq Kərim Məclisində fəaliyyətim var idi və mən onu təşəbbüs kimi, bugün danırlar, özləri bilər, təşəbbüs kimi mən onu ortaya qoydum ki, bunu keçirək və keçirdim. Sonra mən o məclisdən aralandım. İndi deyirlər ki, bu bizim məclisimizdə keçir və bizim ideyamızdır. Yəni, heç bunu demək lazım deyil. Ancaq təbliğ etməklə mənim üçün xoşdur. Təbliğ eləsinlər. Mən qoyduğum körpüdür, keçsinlər. Mən ona qürur deyirəm. Ancaq bunu özünkiləşdirməyə heç kəsin haqqı yoxdur. Deməli, biz Gürcüstanda, keçən il Gürcüstanın Azərbaycanın Gürcüstandakı səfirliyin dəstəyi ilə orada tədbirlər keçirdik. Mirvarid Dilbazi Poeziya Məclisidir. Orada bizim çox belə dəyərli xanımlarımız var. Şair Fatma Aslan və məktəb direktoru Mənnəhər Qəhrəmanov. Dedi ki, bu muzeydən biri də Gürcüstanda yaransın. Mən onları necə danım ki, mənim məclisimdə onlar təşəbbüs göstərdilər. Mən deyim ki, mənim məclisimdə o mənim haqqımdır və mən onların o sözlərindən ruhlanaraq 50 Kəlağayı, bax nə deməkdir 50 Kəlağayı, bəlkə bir onun 4000 manat qiyməti var. Mən uzun vaxtdan onu yığmışam və orada mən çay evində, Soqarın nəzində olan çay evində 50 Kəlağayı, papaq, kitab, əl işləri, nələrsə mən oraya hədiyyə verdim. Və indi yeni kitabım çıxırdı. Mən də kitabda onların adlarını qeyd eləmişəm. Ancaq bugün Aşıq Kərim Məclisi 26 noyabr gününü keçirir və səhnədə dayanıb deyirlər ki, bizim təşkilatda, bizim təşəbbüsümüzlə bu keçirildi. Mən ancaq o xanımların haqqını heç vaxt danmaram. Mənim adımı gizlətməklə deyil axı. Bu qədər ədəbiyyat, bu qədər iş, bu qədər gün. Onlar Əziz Cəfərzadəni də tanırlar. Fikir eləmə. Yəni, bu qədər iş valla bir qadının işi deyil. Yəni, özümü tərifləmək kim deyil. Sadəcə bu zəhməti mən ömrümdən keçmişəm. Ailəmin haqqına girmişəm, onların vaxtına girmişəm. Bu qədər mən işi görmüşəm. Ona görə də fikirlərinizi çox sağ olun. İnşallah Ağdama dəvət edirsiniz. Görüşərik inşallah. O telefon da çox ləzzət elədi. Bizim əzimiz Zahir mənim. Buyurun sizdə eşirik. Zakir. Fikir eləmə, haqqı damanın Allah adını. Təşəkkür edirəm söz verdiyinizə görə. Bu günləri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü xanım Eldar Tovarlı'nın hesabına o məclisin iştirakçılarının işinə yürütmüşük. Hər birinizi bu yeni kitab Babamın Papağı və Nənəmin Kəlağayısı kitabının nəşr olunması münasibəti ilə, ərsəyə gəlməsi münasibəti ilə onu ərsəyə gətirənlər, birinci növbədə Vaqif müəllimə təşəkkür edirəm. Güllü xanıma təşəkkür edirəm. İbrahimova təşəkkür edirəm ki, bu işdə böyük əməklər keçib. Hər bir kəsə təşəkkür edirəm ki, bu çox qiymətli bir kitabdır. Bizim keçmişimizə böyük hörmət, gələcəyimizə inandır. Demək, babalarımız papaqla tanınıb və seviliblər. Papaq kişilərin qeyrəti, namusu kimi. Elə Kəlağay da yenə namus, qeyrət, ismət rəmzi kimi qiymətləndirilir. Mən çıxışımı biraz başqa cür qurmaq istəyirəm. Böyük Fransız yazıcısı olubdu Alexandre Dumas, Ata Dumas. O 1758-59-cu illərdə gəlibdi bütün o imperiyanı, Rusiya imperiyasını gəzib, o cümlədən Qafqazı gəzib və Qafqaz xalqları haqqında ayrıca Qafqaz gündəliyi yazıb. Orada göstərib ki, Qafqazda yaşayan Azərbaycanlı kişisi ilə bir iş görmək istəyəndə onlar Motor papaqla, hündür papaqla belə, onlar bir dəfə başı ilə işarə eləsə ki, təsdiq eləsə, onların yazılı ifadəsinə ehtiyac yox. Sizin yüz notarsınızdan onların bir də o başı ilə, işarəsi ilə onlarla bir işbirliyi qurmaq olar. Amma Gürcülərdə onların şifahi ifadəsi ilə heç bir işbirliyi qurmaq olmaz. Sərdi müəllim mənə yaxşı bilir bunu. Onların yazılı ifadəsini nə arxain olub, onlarla işbirliyi qurmaq olar.
Qafqazda yaşayan üçüncü bir millət də var. Adını çəkmirəm. O Hay adlanan yığma Qaraçı kökənli, Qaraçı və Fars kökənli Hindistandan gəlmə bir tayfa. Deyir, onlarla hər hansı bir işbirliyi qurmaq istəsəniz, onların nəinki şifahi, hətta yazılı ifadəsinə belə arxain olub, onlarla işbirliyi qurmaq olmaz. Gör, Azərbaycan kişisinə və onun papağına verilən qiymətə baxın. Eşq olsun Azərbaycanımıza, eşq olsun xalqımıza, eşq olsun ordumuza, eşq olsun dövlətimizə, dövlətçiliyimizə və ali başkomandanımıza ki, bir qərinə işğalda olan Cənnət Qarabağımızı bizə qaytardı. Və arzu edirəm ki, işğalda olan başqa torpaqlarımız, Dərbətdir, Borçalıdır, ən yaxın olanı isə Göyçədir. Göyçə nümayəndəsi Nazim müəllim yanındadır. Mənim böyük arzularımdan biri də odur ki, Göyçə gölünün üstündə olmaq, o Göyçə balığının dadına baxmaq və Göyçəli Ulu Ozan Aşıq Ələsgərin kəndində onun abidəsinin açılışında iştirak edir. Hər birinizə uğur və can sağlığı arzulayır. Olan gəldi yarına. Hər qadın ad günündə papaq alsın yarına. Kəlağayı alsın yarına. Sözünüzə mən bir balaca əlavə edeyim. Qadınlar papaq alsın, kişilər kəlağayı. Elə bir şey. 10 nəfər, 15 nəfər layıq qoyur. İndi gəlin bir şey də mən sizə açıqlayayım daha doğrusu. Mən də sənətkaram, mən də o şeylərə heç əhəmiyyət, önəm vermirəm. Önəm nəyə verirəm? O 2000, 3000, 5000, 1 milyon layıq qoyulanların altda yazılan şəhərlərə baxın. Aysan. O sizi tam sakit edəcək. Onlara sizə yazılan şəhərlərin heç biri yazılmır. Bir nəfər üzr istəyir. Bir nəfər yazmışdım həmən bir mən yazı vermişdim. Mən şeirə heç vaxt şeir yazdığıma şeir demirəm, yazı deyirəm. Yazımın birinin altından yazmışdı ki, şeydə kim idi nə bilim. Yazmışdı ki, sənin bu şeirin 1000 dənə layık atılan şeirdən çox üstündür. Qiymət oldu. Çox üstündür. Və mənim üçün o böyük şərəf oldu ki, məni duydular, başa düşdülər, bildilər. Və bir şey də deyəcəydim, vacib bir şey idi Aygüllü nəydisə. Yadıma düşəndə deyər. Bəli, mənim əzlərəm, sonraki çıxışlarımız var, şəhid anamız var. Şəhid anamızı mən niyə saxlamışam? Ona görə saxlamışam ki, ona başdan danışmaq biraz çətin olur. Yəni dedim ki, sonraya saxlayaq, sonraya belə saxlayarıq. Siz gəlin, rahat olun. Sonunda şəhid anası çıxış edəcək və biz tədbirimizi ondan sonra heç kəs danışmayacaq. Mən indi sözü vermək istəyirəm. Bizim məclisin yaradıcılarından, qurucularından biri olan, neçə illərdir mənimlə bərabər yol gələn Sayalı müəllimə vermək istəyirəm. Deməli, Sayalı müəllimim biz uzaq səfərlərdə oluruq rayonlarda, mənimlə bərabər sərgidə iştirak edir və bir gün tədbirin sonunda, tədbir qutaranda Solmaz xanım getdi kəlağayısını çantasına qoydu, o birisi qoydu çantasına qoydu, istifadələri qoydu. Birdən Sayalı xanım dedi, Güllü xanım, hamısının kəlağayısı yoxa çıxdı, yenə kəlağayı səndə qaldı. Yəni mən heç bir vaxt təsəvvür elə kəlağaysız olmuram. İndi Sayalı xanım, siz də var olun. Hamını salamlayıram. Mirvarid Dilbazi Poeziya Məclisi yarananda Güllü xanımın yanında olmuşam, bir yerdə yaratmışıq. Düzdür, tədbirlərdə o qədər iştirak eləmirəm, iştirak elədiyim də olur, eləmədiyim də olur. Amma Güllü xanımın bu Kəlağayı muzeyini yaratmağının da yenə yanındayım. Yəni, Güllü xanım o Kəlağayı muzeyini necə yaradıb, nə çətinliklə o Kəlağayıları hər rayondan, hər kənddən, nə bilim, hər nənədən, kimdənsə bir dənə alıb, yaradıb, düzəldib və onu təbliğ eləyib. İndi bugün o təbliğat nəticəsində bütün baxırsan bir çox tədbirlərdə, məsələn, mən məktəbdə müəlliməyəm, bizim məktəbdə Novruz bayramında bütün müəllimlər Kəlağayı ilə gəlmişdilər məktəbə, elə Kəlağayı ilə da şəkil çəkdirmişdilər və biz o uşaqlara da həmən o Kəlağayını
təbliğ eləyirik ki, uşaqlar məktəb kitablarında olmasa da uşaqlara biz müəllimlər təbliğ eləyirik ki, onlar kəlağayı bağlasınlar, kəlağayı ilə gəlsinlər. Nə bilim, tədbirlərimizdə heç olmasa uşaqların bir yaddaşına o kəlağaylar yazılsın. Amma papağı elə də biz təbliğ eləyə bilməmişik. Güllü xanım sağ olsun. Kəlağayını bu qədər təbliğ eləyib və indi də papağa başlayıb. Papaq keçmişdən belə deyim var, deyir ki, papağını qoy qabağına fikirləş. Keçmişdə kişilər papağını qoyurdular, qabağına fikirləşirdilər. İndi ondan da yaxşı kişilərimiz var. Yəni bizim Azərbaycan kişiləri həmişə qeyrətli, namuslu kişilər olub, papağı olsa da olmasa da, amma indi papağı tapa bilmirlər, qabağına qoyub fikirləşsinlər. Mən çox arzu eləyirəm, çox istəyərəm ki, indi bizim kişilər də yavaş-yavaş hamısı o buxara papaqlardan, bəy papaqlarından taxsınlar, başlarında papaq olsun. Bəy papağı, xam papağı, çoban papağı. Gənc şair Zaur Naqani düz Ağsıdan yol alıb gəlib, buyursun düz bura gəlsən qadınlar. Çox minnətdarım mənim əzizlərim, bizim əzizimiz Brilliant xanım düz Tovuzdan yol alıb gəlib, təşəkkür edirəm. Və bir arada Brilliant xanım bir dəqiqəli, o rahat oturmalı. Onu demək istəyirəm, heç nəyə damma olmaz. Mən Brilliant xanıma dedim ki, bir gün məsləhətləşdim. Dedim, Brilliant xanım, ulu nənələrimizin ruhunu sevindirdik. Babalarımız bizdən incəyər. Allah deyirəm, o qədər yüklüyəm, artıq şeir yazmağa elə bir gücüm, təbim qalmır. Bəlkə bir şeir yazasan, içində papaq da olsun, kəlağay da olsun. Dedi, baxarıq. Bir də gördüm təbii gəlir, çox bir gözəl, babamın qara papağı, nənəmin kəlağayısı şeirini yazdı, göndərdi. Və Vaqif müəllimə də fikirləşdik ki, elə bunu kitabın adına verək. Sonra da düşündük ki, düşüncələr fərqlidir. Buxara papaq var, qaragül papağı var, çoban papağı var, motal papağı var, boz papağı var, çal papağı var. Bu qara papağın üstündə cəmləmək olur. Və biz bunu elədik, babamın papağı, nənəmin kəlağayısı. İnternetdə açanda inanın Allah, deyirəm, ay Allah, sənə qurban olum. Səndən qorxmayın, külli kafir deyirlər. Elə bir haqq gəlir qarşıma. Yazıram ki, bu kitabı axtaram. Hansı sayt paylaş? Babamın papağı, nənəmin kəlağayısı. Brilliant xanım şəkillə barabar gəlir. Babamın qara papağı, nənəmin kəlağayısı. Yəni Brilliant xanım, elə bir bu da yenə sizin kitabınızdır. Və mən sizin sözünüzdür. Və mən sizdən yeni şeir gözləyirəm. Babamın papağı, nənəmin kəlağayısı və elə bu da aid olar sizə. Ona görə ki, bizim burada kitablarımız var. Aşıq Ələsgərin adının şeirindən götürmüşük. Kəlağayı Əlvan Qıyqacı. Nərman Həsənzadənin şeirindən götürmüşük. Anam kəlağaylı bir muğam idi. Muğam da doğmaca bir anam idi. İndi siz də belə dahilərin sırasında varsınız. Siz də mən təbrik edirəm və burada da şeirimizdən bir misranı vermişəm. Sizdən öncə mən oxuyum. Yazır ki, xəyalım getdi çox uzaq. Qəm kədərdən olaq qıraq. Oturmuş döşək üstündə nənəm evdə qara çıraq. Bir yanında daş kirkirə, bir yanında cəhrə daraq. Soy adımdan yadigardır keçmişimdən mənə bayraq. Nənəmin kəlağayısı, babamın qara papağı. Sizə təşəkkür edirəm mənim Brilliant xanım, əziz hanım, dəyərli anam. Allah sizə can sağlığı versin. Var olun ki, o qədər yolu gəlibsiniz, zəhmət çəkibsiniz. Bu kitabın elə bir adı da sizin şeirinizin haqqı halal, haqqınızdır sizin. Halalımız olsun. Görürsən, haqq yerini gəlib özün demiş tapır. Sən oradan qara sözünü çıxartmaqla gəlib gen oraya düşür. Dedim o. Yəni bu haqdır da, bu haqdan qaçmaq olmaz. Mən sizin hamınızın qadanız alım, çox belə təkrarlarımı sevmirəm. Ona görə bir şeyə toxunmaq istəyirəm. Bu kitabın ərsəyə gəlməsində Güllünün nə qədər rolu varsa, ondan bəlkə artıq Vaqif müəllimin rolu var. Çünki onu redaktə eləmək çox çətindir. Mən bilirəm, adam özü bir dənə şeirini redaktə eləyə bilmir, nəinki bir kitab olsun. Hərənin ağzından da bir avaz çıxır. Bir də bir şeyi mən xatırlatmaq istəyirəm sizə. Vaxtilə bizim nigarımız, həcərimiz, qəhrəman qadınlarımız olub. Onları biz neçə əsrdən sonra yaşada gəlmişik, bu gün də yaşadırıq və neçə əsrlər də bundan sonra yaşadacağıq. Bizim bu kəlağayımız da, papağımız da aradan çıxıb getmişdi. Gör neçə illərdən sonra Azərbaycanın bir dənə mənəviyyatlı, qeyrətli, namuslu, zəhmətkeş
bir qızı çıxdı ortalığa güllü tomarlı. Bunu gətirdi, çıxartdı. Bu günləri neçə illərdən sonra ortalığa çıxartdı və babamın papağı, nənəmin çalağayısı. İndi bugün babamın papağı əsas rol oynayır. Yəni bu bizim hamımızın, evimizin, ocağımızın bir bəhrəsidir, bir bünövrəsidir, bir qurğusudur. Bunu heç vaxt Azərbaycan millətinin ocağından danmaq olmaz. Və bu günləri biz bu kitab haqqında nə desək, bu gün o kitablar haqqında nə desək, bu gün o Güllü haqqında nə desək, bu gün Vaqif müəllim haqqında nə desək, bəlkə də bu bir neçə ay gedəcək, il gedəcək, bilmirəm nə gedəcək. Amma mən bir şeyə inanıram ki, Vaqif müəllim, bax, onu da mən qeyd edeyim ki, bu gün özümüzə ad günü keçirik, şan şöhrətlə, nə bilim, fəxri fərmanlar alırıq pulla, nə bilim, mən ordenlər taxırıq, medallar taxırıq sinəmizə, dəmir pulla, yəni diplomlar alırıq pulla. Bir ikisi də məndə var, puanlamadan çəkməyə, sonradan sonra ağırlaşmışam ki, bu nə idi mən bunu aldım. Pul vermişsiniz, Bülent xanım. Şimdi nə bilim mən... Pul vermişsiniz, belə şeydən pul verir. Səndə varsa pulsuz ver. Baş sizə hazırdır. Vaqif müəllim, bütün bu deyilənlər, alınanlar, bu şan şöhrət ün üçündür. Bir neçə il üçündür. Amma bu kitab 100 ildən sonra, 200 ildən sonra, 500 ildən sonra belə bir qızımız çıxacaq. Qəhrəman bir sizi kimi oğlanımız çıxacaq. Bunu Aliyev axtaracaq ki, bizim 21-ci əsrin o dəyərlərindən görə nəyimiz var? Bax, onda siz qəhrəman olacaqsınız. Onda siz qəhrəman olacaqsınız. Onda bu kitabın içindəkilər şan şöhrətinə çatacaq. Bugün boş şeydir, bunların hamısı deyildir, nə deyilir, boş şeydir. Bax, biz onda, amma çox təəssüflər olsun ki, görməyəcəyik. Amma ruhumuz görəcək, ruhumuz biləcək. Böyük şan şöhrətdir, böyük şərəfdir və bu xəzinədir, bilən üçün, düyün üçün yox, gələcək üçün. Mənim heç yadımdan çıxmır, həmən bu otaqda, mənim kitab təqdimatını keçəndə siz Vaqif müəllim dediniz ki, səni 100 ildən sonra oxuyacaqlar. Mən indi yazılarımı verirəm, internetazada verirəm. Baxıram ki, heç 10 nəfər, 15 nəfər ora layiq atmır. Paxıllıqdan ürəyi götürmür axı. Sən qurban, bilirəm kim paxıllıqdan götürmürsə, onu da bilirəm. Amma elə yazılara 200-300 layiq atırlar. Məhəttər qalıram ki, ilahi, burada nə var? Mənim bir misram, mən qoy biraz da özümü tərifliyim, nə olar, iddiayda da bir də bol. Bir misram birinin bir bəndini əvəz eləyir, ona atırlar, tutaq ki, bir dənə qurubda, 10 layiq mənə atırlar. Sən başqa şəkil qoyuna. Oğlum şəkil qoyuna. İndi dəyişəcəm. Yəni, bu xəzinədir, bunu danmaq mümkün deyil və bu gələcəyin xəzinəsidir, bu günün yox. Bu gün buna qiymət verən yox. Mən 100% deyirəm, əminliklə deyirəm, bu gün buna qiymət verən yox. Vərəqliyir... Olmasaydı bura gəlməzdi bu. Yox, mənim əzizim, vərəqliyir burada hər özünü tapır. Bilməzdir. Hələ heç bir dəhtə oxuyan yoxdur, görün bir dəhtə yazır. Hamı özünü tapır ki, görün mənim burada şeirimlə verin. Nə var? Amma gələcəkdə bunun hamısını oxuyacaqlar. Hamısını tapacaqlar, hamısına da qiymət verəcəklər. Bunun üçün, yəni bu tarixdir, bu silinməz tarixdir. Siz silinməz tarixsiniz, mən də silinməz tarixim. Bunun üçün bugün əziyyətinizə qiymət verərək sizə öz minnətdarlığımı bildirirəm, təşəkkürümü bildirirəm. Allah sizi var eləsin deyirəm və kəlağayımızı diriltmişik, yaşadırıq, papağımızı da yaşadırıq həmən qanunlarımızdan. Burada da var bu kitabın içində deyirəm ki, Dedi ki, mənim şeirlərim, baxdım Vaqif müəllimdən, şeirlər də yaxşıdır, şeirlərini də verdik. Təzə tanıdığımdan mən o xanımı müraciət eləyə bilmədim ki, şeirdə kitabınız gedib gəl. Bir də gördüm internetdən oxuyub bir gözəl xanım da deyir ki, mən də dedim ki, kitabı gördüm, yəqin ki, mənim şeirlərim orada getməyib. Ancaq baxdım, müəllif kimi adımı görəndə çox sevindim. Gözəl xanım, Afət və mən. Buyursun. Sağ olun, Gülü xanım, təşəkkür edirəm. Buradakı hər kəsi salamlayıram. Gözəl kitabın ərsəyə gəlməsində əmək keçən hər bir
hər birinizə təşəkkür edirəm. Burada böyük məsuliyyət təbii ki, Gülü xanım sizin üzərinizə düşür və bu məsuliyyətin öhdəsindən çox gözəl gəlmişsiniz. Deyir ki, keçmişini dananın gələcəyi olmaz deyirlər. Həqiqətən də Buxara Papaq və Kəlağayımız bizim keçmişimiz olduğu qədər də gələcəyimiz olmalıdır. Və yerdən qalxan gənc nəslə bu kitablar vasitəsilə bu milli dəyərlərimizi yetəri qədər layiqincə ötürmək lazımdır ki, onların da gedisi olsun. Əgər imkan varsa, elə mən burada düşən şeirimi, varmı elə bir şansım? Buyurun. Buxara Papaq kişilərin əhatəsində böyümüşəm. Ona görə bu şeiri daha çox sevə-sevə yazmışam. Ayağında xrom çəkmə, əynində sırıqlısı, başlarında qeyrət namus, Buxara Papaq kişilər. Əllərində təsbihi, əyri burun əsası, belə deyim qısası. Heyif getdi gözəllik, gəldi əsrin bəlası. Yapıncısı çiyindəydi, baltaları əlindəydi, kəhər atın belindəydi, meşələrdə gəzərdilər, fıstıq balıt kəsərdilər, cökə balıt yarmaçası, vurulardı yük açası, vurulardı at belinə, enərdilər yurt yerinə, tükənmirdi heç işləri, deyif oldu keçmişləri, Buxara Papaq kişilər. Tütündən yükün tutub, çox əvəslə qurudub, narın ovardılar, müştüyünü doldurub, dərin qurban vurardılar. Yorğunluğun daşını atıb, bir kənara qoyardılar. Burada nəsə... Yox, 5 açılan yağlar. Burada səbrimizə səhv gedir, çünki burada başqa idi. Bir kənara qoyardılar. Burada nəsə... Hamı gözəl şairdir, gözəl müəllimdir, gözəl anadır. Elə simasından da əsl Azərbaycan xanımının gözəlliyinin tərənnümüdür. Təşəkkür edirəm, çox sağ olun. Əziz tədbir iştirakçıları, hər birinizi salamlayıram. Bugün təqdimatına toplaşdığımız, işığına toplaşdığımız Mirvari Gülbazı Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə birbaşa Gülü xanımın gərgin əməyinin, zəhmətinin nəticəsi ilə Ərsiyə gələn kitabın, növbəti bir kitabın təqdimatına toplaşmışıq. Gülü xanımın ərsiyə gətirdiyi kitablar çoxdur, onların adını bir saymıram, biz onunla tanışıq. Demək ki, hər bir kitab təqdimatında mən sevindirir kitab təqdimatı bir pedaqoq kimi. Çünki kitab bizim keçmişimizdən bugünümüzdən gələcəyimizdən xəbər verər. Əfsanəvi çırağa bənzədirəm. Bəzən kitabı belə bir deyim var ki, kitab bizim sanki səyahət gəmisidir. Zamanın dalğaları üzərində gəzən bir səyahət gəmisidir və bu səyahət gəmisi bizim dünəmizdən bugünümüzdən isə sabahımıza, gələcəyimizdən xəbər verir. Və bu kitabların hər birində Gülü xanımın əməyi olduğu kimi, eyni zamanda burada müəlliflər də var. Mən müəllifləri də ürəkdən təbrik edirəm ki, bu qədər Kəlağayıya, baş örtükləri olan Kəlağayımıza və eyni zamanda namus, qeyrət rəmzi olan kişilərimizin papağına dəyər verib belə gözəl şeirlər yazıblar. Mən şeirimi, burada olan şeirlərim, deməli ki, şeirim çap olunubdur, buna görə də təşəkkür edirəm. Eyni zamanda çap olun, mən digər şeirimlə fikrimi tamamlamaq istəyirəm. Keçmişimdən gələn el əmanəti, xalqın müdrikliyi, dərin hikməti, təbiətdən rəngi, Tanrı neməti, dastanlarda adım, şöhkət şanım, Kəlağayım tutam, öz təkəşanım, milli səfarətim, milli sərvətim, qərinələr boyu izim, şöhrətim, nəsildən nəsilə yetən qismətim, əzəldən bəzəyi, toyun nişanım, Kəlağayım yutam, öz zərəfşanım, Dədə Qorqud sözü, mehri, nəfəsi, milli düşüncəmin sir fəlsəfəsi, Oğuznamələrdən İsmət töyfəsi, Qurla xatun, Sarı xatun qeyrəti, Natəvanın, Həcərin bəyanəti, dağlar zirvəsində minildik qarsan, Yaradanın bizə verdiyi barsan, gözəllər nazında işvəsən, yarsan, baramadan açan ipək çiçəyim, Kəlağayım, nazlı, ürkək göyçəyim, sal ağacın kökü yarar qayanı, tut yarpaqlarından aldım mayanı, zəfəran, sarı kök verdi boyanı,
xalqımızın adət ənənəsisən, Kəlağayım, gülab, gül dənəsisən. Ulularımın saf, təmiz niyyəti, Oğuz ellərimin mədəniyyəti, elimin, obamın saf ülviyyəti, keçmişimdən bugünə parlayan aynam, Kəlağayım, sirli, sehirli dünyam. Bir tarix yaşayır ulu adında, bir sihir dolaşır hələ yadında. Azərbaycan adlı odlar yurdumda, Kəlağayım, ülfət, sədaqət rəmzi, Kəlağayım, ədəb, ləyaqət rəmzi, səadət baştacımsan, ay sonam Kəlağayım, Azərbaycan anası, ay anam Kəlağayım. Sevda xanım, maraqlıdır. Əvvəllər nənələrimiz, analarımız, qohumlarımız kənddə hamı Kəlağayımla istifadə edirdi. Heç onda biz istehsalıyla maraqlanmadıq. Ancaq indi çox maraqlıdır. Şairlər o baramadan tutulmuş onun istehsalı, rəngi, hansı otdan, nədən alınıb, indi yəqin müasirliklə əlaqədardır. Baxıram ki, şeirlərində necə rənglərindən, noxudu, nə bilim, hamısından orada nəzər salınıbdır. Ona görə də sizin şeiriniz də elə onun diqqətlə izləmişəm, oxumuşam onlar haqqında. Və bir də mən görünür geniş bildirmək istəyirəm. Bax, bu mən gətirdiyim bu Kəlağayı mənim anamın mənə yadigarıdır hər ikisi. Türmə şalda, Kəlağayıda 1959-cu da anamın toy, nişan günündə atam hədiyyə edibdi bunları. Bax, bu mənim üçün çox dəyərlidir və mən siz dediniz ki, orta məktəblərdə tədris, bütün tədrislərdə, dərslərdə biz Kəlağayı haqqında, papaq haqqında doğrudan da tədbirlərimizdə, bütün tədbirlərimizdə istifadə edirik. Və mən hər dəfə bunu sevə-sevə öz üstümdə şagirdlərimə örnək kimi göstərirəm. Sevda xanım, nə qədər ədəbiyyatı mən təbliğ edirəm. Mən orta məktəb dərslərində yenidən qayıtdım qulum və baxdım ki, bir yerdə Kəlağayı sözünə rast gəlinir, yoxdur. Və mən sadəcə vaxtım yoxdur. Bir tutarlı məktub yazmaq lazımdır ki, yəni hara baxır bu kitabı tərtib eləyənlər 1-ci sinifdən 9-cu, 10-cu, 11-ci sinifə qədər bir yerdə Kəlağayı sözünə qədər bu qədər ulu dəyərə rast gəlinmir. Bax, budur yaralarımız. Yenilik, bax, budur ki, biz onu heç olmasa kitaba gətirə bilək. Zərifə Əliyev adlı uşaq bağçasının uşaqlarını gətirmişdilər bizə. İnternetdə o şəkillər var. İlahi, necə gözəl uşaqları öyrətmişlər. Uşaqların hamısı xorla Kəlağayı deyirdilər və məndə törəmə Kəlağayılar vardı. Verdim, örtdülər, sevdilər, baxdılar. Kəlağayının papağının özündə sir var. Bu yaşlı nəsil biraz qaçsa da, bu belə bir var. Məsələn, uşaq vaxtı istəyir insan böyük görünə. Yaşlaşanda da istəyir gənc görünə. Sən istər görün, saçın ağırlığı deyir axı, yaş üstündə gəlib bundan qaçmaqla deyir, ha boya, ha 100 tumar çək, kirpiyi 2 santi qoyma, 5 santi qoy, yenə yaşın üstündə qaçmaqla deyil ki, ona görə də biz bu körpələrdən başlamalıyıq ki, və gələcək onların çiyinlərindədir. Çox sağ olun və o dediyiniz mövzuyla bir də qayıtdım, demişdim, o məktəblərdəki yoxdur Kəlağayı sözü, inşallah bir də görərsiniz. Kəlağayı sözü orada yazıldı və dedilər ki, deməzsənmi, bunu mən demişdim. Deməli, 2020-ci ildə idi Solmaz xanım, biz Beynəlxalq Muğam Mərkəzində siz Kəlağayı mənə təqdim edəndə, orada Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pir Məmmədova, mən elə imkanlı adam deyiləm. Ağlamaq kimi də çıxmasın. Dedim, İlham müəllim, mənim belə bir fikrim var. Şəhid analarına xarı bülbülü Kəlağayılar hədiyyə eləmək. Dedi, kartını at, o Kəlağayı varsa al və şəhid Əlizamin Mustafalının arasında mən Kəlağayı təqdim elədim və qara Kəlağayısını oradan çıxartdım. Dedim, şəhid anaları xarı bülbülü Kəlağayılar örtmüşdü. O yüzden bir tədbirdə görürəm ki, 12 manata, 10 manata, bax bu Kəlağayılardan var, bax eynən bu Mehriban xanım örtüyü, inciməsinləri. Yox, yəni təbii Kəlağayı deyil də bu. Yox, təbii Kəlağayı deyil. Deməli, alıblar deyirlər ki, deməzsənmi, bir tədbir keçirdi, 10 şəhid anasına bu Kəlağayı verdi və bu şəhid analarını qaradan çıxartdı. Yəni, belə şeylər eləməyək. Bu deyib bunundur, o deyib onundur. Yəni, kimisi haqqına belə girmək düzgün deyil. İnşallah təki geçsin orada. İdeyanı mən verin, qoy desinlər bunu kimsə ideya verdi, qoy olsun. Deməli, təşəkkür ederim. Çox sağ olun. Ortaya bir iş qoyarsan. Yəni, budur canım mənim, gəncsən, öpürəm, almışlayıram. Kəlağayımız Azərbaycan xanımların başından bir yaraşıq kimi dünyaya sətdirəm. Təşəkkür
Teşekkür ediyorum, sağ olun. Səriyyə xanım buradadır, benim canım gözüm. Buyurun Səriyyə xanım, hadi. Kızım benimle konuşurdu. Bizim güzel Gülamay Hanım yolculuğumuz olur. Onu burada danışabilmem. Danıştım. Gerek siz 3 saat gülesin. Her birinizi salamlayıram. hakkında kitabı da Her birinizi salamlayıram. Her birinize can sağlığı ve fərəhli, həmişə can sağlığı ilə yaşamaqlar verirəm. Mən əzizlərim. Mən Güllü xanım haqqında sizin hər biriniz gözəl danışdınız. Mənə sözlər qalmadı. Ancaq mən də öz fikirlərimi demək istəyirəm ki, həqiqətən Güllü xanım çox dəyərli xanımdır. Onu mən yaxından tanıdığıma görə deyirəm. Bilirsiniz, xanım hansına deyirik biz, kimə deyirik? Xanım həm evin xanımı olmalıdır, ailəsinə canı dildən yaraşmalıdır və cəmiyyətdə özünü insan kimi göstərməlidir. Bir dənə, mən bağışlayın, bir həftə bundan qabaq getdim, bir məclisə çağırdılar. Qadınlar cəmiyyəti idi. Bir 5-6 xanım, cavan qızlar gəldi. Dedilər ki, onunla buradan söhbət düşdü. Bu qızlarımız dedi ki, biz elə oğlana getməliyik. Anası, atası olmasın. Bəli, mən çox şeylər danışmıram, sizi alqışlayıram, sizə can sağlığı arzulayıram. Dediyim odur ki, bəli, o bizim köhnə fikirlərimizi, ideyalarımızı gətirib çıxartmışsam, Allah qoysa kişilərimiz bəy kimi olsun, xanımlarımız da xanım kimi olsun. Bax, bu yaylığımı şükür Allah'a, o vaxtı, bayaq danışdınız, cavanlıqda gəlin olan bax olubdur, üstündə də bəzəklər var. Nə büyük bunu taxdım ki, o vaxt işləyən baxın, cavan vaxtında inanın ki, başını örtmürdük da, cavan idik. İndi buna belə baxın, özür istəyirəm. İndi bu halım. Mən o gözünə görürəm. Qocalmışam. Görürsən, nətər qoca? Qocalarsan, qocalarsan, qocalar. İndi baxın siz Allah, haqqına. Başıma yaylıq taxıb işləydim rayonda. Açıq danışıram, mən danışmıram. Qaynanam söylənirdi, tanışlar, böyüklər hamısına baş əyirdik da. Gedək yaylıqsız getmək olmaz. Başıma yaylıq atırdım, gedib çatanda iş yerinə başımı açırdım. Bəlkə də bir 10 dənə yaylıq vermişəm. Allah bağışlasın məni. Dedim odur ki, indiki cavanlarımızı arzulayıram ki, Avropa qaydasında getməsinlər. Belə bizim gözəl adət, ənələrimizlə geçsinlər. Nə tərdiyimi, ana ata olmasa, mən sual verirəm, indi ki, siz də başqalarına məni kimi sual verin. Ana ata olmasa, o oğlanı toy kim eləyir? Mən o oğlanla razı deyiləm ki, o qıza desin ki, hə, mən səni istəyirəm. Mən öyle qız almaram. Mənim gəlinim də var. Maşallah. 3 dənə evladım var mənim. Allah hər birini balalarına sevindirsin. Yaxşı evlad valideyn üçün xəzinədir. Allah can sağlıq versin hər birinizə. Hər birinizin yaxşı evlad olmasını arzulayıram. Və Güllü xanıma gəldikdə, həqiqətən bunun da gözəl ailəsi var, gözəl balaları var. Biz Gürcüstana gedəndə bizə çox hörmət elədilər. Bizim səfərlərimiz çox olubdur və Güllü xanım ad qoydunuz mənə, bu adı demirəm. Deyə də bilmərəm, ancaq bütün kim yazırsa mənə bu adı yazır. Deməli mənim əzizlərim. Olsaydı nə var idi? Mənim çətin bir şeydə danışır, mənim çətin günümdə mənə dayaq olubdu Güllü xanım. Biz düz çörək kəsmişik. Xanımlar xanımıdır, həqiqətən. Mən ağır baxımda, mən 9 il bundan qabaq zərbə aldım. Heç kəs Allah baladan göstərməsin. Və məni o məclisdə hər dəqiqə yanımda olubdur. Öpüm səni. Məni 9 ildir mən çox məclislərə də getmirəm. Başımı da itirmişəm. Bayaqıyla döyləm hər yerdə. Türmə desən oraya getmişəm, əskərlər görməyə getmişəm. Özüm də 6 kitabın müəllifiyəm. Bu dəqiqə Şəhidlər kitabın çıxıbdır, inşallah təbrik keçirəsiyəm. Dediyim odur ki, Allah heç kəsə dərd verməsin, o dərdin içindən məni Güllü xanım çıxarıbdır. Mübarək İlbazi yazır ki, dərddən gücləri dərd əyə bilməz. Azərbaycan xanımları qüdrətlidir. Bəli, bəli. Yaşayırıq. Dərdi də verən Allahdır. Allah da heç kəsə bala dərd verməsin. Həmişə gözəlliklər içində olun. Məni də üzr hesab eləyin. Bəlkə də mən sizin fikirlərinizdən düzgün cavab verə bilmədim. Çünki hər şey yaxşı. Hər şey qarışdı. Sağ olun. Sağ olun. Müəllim.
Buyurun Əzizim, sizi eşidək. Elə siz də gəlin bura, sizi burada görək. Gəlin burada. Bu gözəl məclisdə mənim iştirakımı gerçəkləşdirən Güllü xanıma minnətdaram. Sağ olun. Və mən sizə kitab söz vermişdim, dəsə çatdırmamışdım. Milli mənəvi üs və dəyərlərimizin layiqli daşıyıcısı, hörmətli Güllü xanım Tomarlıya deyirlər. Oktyabr ayında çıxmış. Və elə bu Kəlağayla bağlı, mən 10 ildə bir şeir yazan adamım. Çox məsullar şair vermişim. Bir Kəlağay haqqında bir şeir yazdım da bu kitaba salınır. Elə, sizin şeiri də biz bir kitaba salmışıq, bilmiş olasınız. Elə ona görə də dedim, oxudum izlədim. Çox sağ olun, minnətdaram. Dəvəti üçün də sizə uğurlar arzulayıram. İndi Kəlağay işinə qadınlara baxacaq, papaq işində kişilərin sırasında biz də çalışacaq. Papaq da, Kəlağayı da həm kişilərin mövzusudur, həm qadınların mövzusudur. Deməli, Qazaxa tədbir keçirməyə gedəndə İcra Hakimiyyətindən Gülayə xanım zəng edir, deyir Barat müəllim, administrasiyadan tapşırıqlar, Güllü xanımın layihəsi var, Kəlağayı da tədbir keçirəcək. Deyir, gedin keçirin, məni nə edirsiniz? Kəlağayda mənim nə işim var? Gülayə xanım da deyir, Barat elə şey mi olar, sənsiz olmaz, mütləq gəlin. Bir də görün, Barat müəllim gəldi, dedim, Barat müəllim, bu mövzudan qaçmaq olmaz. Həmin o Kəlağayı, Barat müəllimin nənəsi, anası, qız gəlinləri örtüb və bugün də istifadə edirlər. Bir də gördüm, bir gözəl şeir yazır və onun şeirinin adını biz kitabımızın adına vermişik. Anam Kəlağaydı, Kəlağay anam. Vətən torpağının bir hissəsi tək. Onu unutmayam, gərək mən anam, mənim gözlərində uşaq vaxtları. Anam Kəlağaydı, Kəlağay anam. 11-12 bənd şeirdir. O qədər gözəl yazıbdır ki, və Barat Vüsal əgər Kəlağaydan yazırsa, qadınlarımız da papaqdan yazacaq. Papaq Kəlağayı da sizin mövzunuzdur. Papaq da elə həm də bizim qadınlarımızın. Herkes bu arada qatılmasınlar. Teşekkür ederim, sağ olun. Qatılmaq üçün, yəni kişilər Kəlağayı bağlamırıq, papaq qoyarıq. Çok sağ olun. Salamlayıyorum dostlarım. Aytekin Mehman'la tanıştık. Möhtəşəm tədbirdə çox sağ olun ki, dəvət almışam məndən. Allah sizə can sağlığı versin. Sizə bundan sonra da gözəl kitablar yazmaq nəsibiniz olsun. Xanım deyilirsə qadın adına gərək layiq olsun, qadın da buna. Bu mənim sözlərimdir. Güllü xanım əsl xanımdır, Azərbaycan xanımıdır. Mən çox sağ ol deyirəm ona öz adımdan şəxsən. İnanın ki, hər tədbirdə elə olur danışmağa hey gəlmir, vəq gəlmir, nəsə də bir söz olur ki, deyəsən. Amma sizi dönə-dönə təbrik edirəm və şeirimi də demək istəyirəm sizə. Həyanı, isməti yenidən dəbdə, görmək istəyirəm qızda, gəlində. Həya dolu geysin insanlarımız, kişiliyi, qadınlığı elə hamımız. Həya bəzəyidir qızın, gəlinin, böyükdən kiçiyə elə hər kəsin. Həyaya bürünüb gəlsək amımız. Daha da saflaşar bugün dünyamız. Bu şeiri mən Teşekkür ederim, çok sağ olun. Bizim Mersin'imizin Könül Hanım. Buyurun. Bizi çok sağ olun. Kitabla sevindirdiniz. Bütün xanımları, bəyləri məncə maraqlandıracaq bir kitabdır, stolüstü kitabdır. Burada söhbət getdi ki, Ağdamda tələbələrə, şagirdlərə təbliğ olunacaq. Bu çox yaxşı bir ideyadır. Mən arzu edirəm ki, elə gələcəkdə Göyçədə, Zəngəzurda açılsın. Bax, bu kitabımız orada da bir Göyçəli olaraq həmişə mən o Göyçəni qurbanmalıyım. Orada da təbliğ olunsun. Nə deyim? Hər biriniz var olun. Çıxışları belə ürəklə dinlədim. Hər birinizin çıxışında çox maraqlı nüanslar var idi, çox maraqlı məqamlar var idi. Mənim də bir şeirim məsələvi burada çap olunub. Vaxt varsa deyərdim, yoxsa da oxuyarlar. Bir bəlcəsi istəsək. Kitabda olanın sonra hamıda var, oxuyacaq. Oğul, sənə deyim, yaxşı qulaq as. Papaq babamızdan qalıbdı miras. Buxara papağı olan bir kişi məclisdə hörmətli olardı işi. Papağın hörməti, dəyəri vardı. Ulu babamızdan bir yadigardı. Evdə taxçadaydı, hündürdə yeri. Biz belə görmüşdük illərdən bəri. Kişilik rəmzi idi, hörmət timsalı. Duruşu məğrurdu, qartal misalı. Qadında ismətsə başda Kəlağay, kişidə papaqdı qeyrətinə tay. Qağamın bir zillə papağı vardı, şiş papaq adıyla utanlardı. Çoxdur papaq növü bizim mahalda, tutardı üstün yer dövlətdə, əmalda. Oğul, o zamandan çox getsə belə, adət ənənəmiz qorunur hələ. Əgər bir xalq verə özünə qiymət, milli dəyərlərə edəcək hörmət. Sənə məsləhətim, adəti yaşat, qoru keçmişini ucalğa çat. İnşallah. Təşəkkür edirəm. Mən vəzlərimdən bu kitabda zəhməti olan, heç kəs qatmasın, xahiş edirəm. Maddiyyatda kömək edənlər var. Eləsi var, məsəl üçün, heç eləyə bilməkdir.
şeirdir. Yəni biz bunu hamısını nəzərə almışıq və minnətdaram kimin əməyi keçibdir. İnşallah uğurlu bir kitab olar və bir dəqiqəlinə bunu dinləməyinizi xahiş edirəm. Biz Azərbaycan xalqıyıq, bizim mentalitetimiz var. Atalar qızlarını gəlib keçirəndə Quran altından keçirir. Və mən inanıram ki, o Qurandan sonra bir müqəddəs inan kimi, şəhidlərimizin ruhuna ehtiram kimi əllərində bu çalağaya basıb əhd peyman keçirəcəklər ki, sevgimizə sahib olan. Yəni biz ən müqəddəs eksponatlı çalağayda Güz və Bəykim qoyuruq. Şəhid Salih Əliyevin anasının verdiyi Zəkiyə şaldır. Bu da Zaur İsmailzadənin anasının muzeyə verdiyi Ağzəmin çalağayı. Şəhidlərimizlə bu qarşısına baş əydik. Buradan Qarabağımıza salam olsun. Qarabağın Novruzumuz çox gözəldir. Cənab Prezident İlham Əliyev rəhbərliyi ilə şanlı ordumuzun qalib gəldiyi 44 günlük vətən müharibəsində bir Azərbaycan xalqı kimi bu xalqın qeyrəti dünyaya sərgiləndi və təsdiq olundu ki, doğrudan da bu millətin qanı qeyrətlə yoğruldu. Bəli, çox sağ olun Gülü xanım, dəyərli fikirləriniz üçün. Deməli, mənim əzizlərim, şəhid Zaur İsmailzadənin, şəhid Salih Əliyevin toy görməyən şəhidlərimizdir. Nənələrinin əmanət verdiyi ki, bunların nişanlısına aparılacaq, nişan xonçasına qoyulacaq, bugün o eksponatlar Kəlağay muzeyindədir. Və mən onu son vaxtlar çox, necə deyim, qorumaq üçün belə səyyar gəzdirmirəm üstündəki. Bir də görürsən, bilmirlər, asılar istifadə edirlər, ona görə də çox nadir hallarda artıq mən onu sərgilərə aparıram. Və onun anası bugün şəhid Zaur İsmailzadənin anası buradadır. Kəlağaysını verəndə doğrusu mən çox belə mütəəssir oldum. Ancaq bir qürur da duydum ki, gələcəkdə bu gəlinlər Quran altından keçirir atalar və sonunda gəlsinlər bir etibar, sədaqət, bir-birinə məhəbbət simvolu kimi əllərini bassınlar ki, biz bir-birinə sədaqətli olacaq, ailələr dağılmayacaqdır. Ona görə də Sevil anam, mən sizə həmişə minnətdaram. Çox sağ olun. Bax, sabahdan haldan hala düşür, mən baxıram, narahatam, şəkəri var, xəstədir, bunların da hamısı yarımcandılar. Ancaq yenə görürsünüz, dözümlülük göstərdi, axıra qədər durdu və mən bu mərsim möhürünü elə şəhid anasının sözlərindən vurmaq istəyirəm. Xəzər Universitetində 14 fevral beynəlxalq kitab bağışlama gündür, Turan müəllim də oradaydı, Vahid müəllim də. Təsəvvür edin, orada tələbələr qarşısında bir çıxış elədi. Mən Azərbaycan xanımın qüdrətindən məəttəl qaldım. İlahi, ən şirin ana üçün baladır, balasını vətənə qurban verir və yenə deyir ki, vətən sağ olsun. Siz sağ olun. Sizə qurban olaram. Özü də ki, qazidir. Və Rütənxan Eltac Zaur balamızın qəhrəmanlığından bəhs edən Uğra Tələsi adlı kitab araya ərsəyə gəlibdir və Sevil xanımın burada da hərbi yolundan burada məqamlar var. İstəsəniz bunun PDF variantını oxuya bilərsiniz. Ancaq təqdimatı da keçirildi. Yenə də düşünürük ki, bəzi bölgələrdə də yenə keçirir. Buyurun Sevil Hanım. Herkese salamlayıram. Bir daha xoş gördük sizi. Mənim üçün çox böyük şərəf oldu ki, sizi kimi əli qələmli dostlar... Şəhid anası bir ayaqsa. Hamımız Həqiqətən də mənim üçün böyük şərəf oldu sizi kimi insanlarla tanış olmaq, tanımaq. Mən şəhid İsmailzadə Zaurun anasıyam. Onun 25 yaşı vardı. Ancaq o doğrudan da milli dəyərlərimizə qiymət verirdi. Onun böyük arzusu idi ki, toyunda yumru papaq qoysun başına və belinə kəmər bağlasın. İstədiyi qızın da, sevdiyi qızın da başına çalayağı bağlasın. Anamın köhnə qədimi daraqlı sırğası vardı. Onu da anamdan istədi ki, onu mənə ver ki, mən onun nişanlının qulağına taxım. Gülü xanım, danışdıqca kövrəlirəm bəzən də, ancaq çox sağ olun ki, qələm tutan əlləriniz var olsun. Hər biriniz, hər bir şəhid haqqında qısa da bir söz yazsız, o şəhidlər yaşayacaq. Biz analara da onları yaşadan əllər, qələmlər lazımdır. Sağ olun, əlləriniz var olsun. Allah elimizə, obamıza gözəl günlər qismət eləsin. Allah sizə də güc qüvvə versin ki, bizim bu milli dəyərlərimizi yaşadın və sizi kimi qələm tutan əllər də onlar haqqında yazsınlar.
Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah hər birinizə kömək olsun, hər birinizə can sağlığı versin. Çox sağ olun Güllü xanım. Bizim bu keçirdiyimiz tədbirlərdə şəhid analarını mənim əzlərim rəqsə dəvət edirik. İnanırsınız, mən məhtər qaldım. Deməli, Sevil xanım rəqs elədi. Bu rəqsdən deyildi, siz mən oynadığım rəqsdən deyildi. O düşmənə nifrət, düşmənə güllə, vətənə sevgi, vətənə məhəbbət idi. Var olsun belə analarımız. O gün də bir tədbirdə inanın Allaha bir şəhid anasının qolundan tutdum ki oynayaq. Dedi dayan ruhaniyə, sən ki mənə ruhani çaldırdın, mən ruhaniyə özüm oynayacağım. Və necə də gözəl rəqs elədi. Təsəvvür eləyin, yenə deyirəm, bu oyun o oyunlardan deyil. Bu dünyaya hay haray, milletin qeyrətini haykırır, sərgiləyir ki, biz millət olaraq buyur. Sarmaz xanım. Sevgilim seyrə çıxar, qurunda gəlmiş baharım. Sevgilim seyrə çıxar, qurunda gəlmiş baharım. Dilaşırla qəlbimizi, ən şirin arzularım. Dilaşırla qəlbimizi, ən şirin arzularım. Anadır arzulara her zaman Qarabağ. Danışan bir dodağın parçalan Qarabağ. Qarabağ can Qarabağ, ana yurdum. Qarabağ can Qarabağ, ana yurdum. Bu vətənimdə neçə qəhrəman evladı var. Bu vətənimdə neçə qəhrəman evladı var. Dillerde dastan olan zavruk olanı var. Dillerde dastan olan mübariz olanı var. Anadır arzulara her zaman Qarabağ. Danışan bir dodağı parçalan Qarabağ. Qarabağ can Qarabağ, ana yurdum. Qarabağ şəhidlərimizin sağ olun.